Salam, ingilis dilini öyrənən həvəskarlar. Bugün yenə də biz sizinlə görüşürük və bugünkü gündə biz bundan qabaqki dərsin davamını burada sizə çatdıracaq. Demək ki, yenə də söz ehtiyatlarından danışırıq. Yenə də biz günlərdə qalmışdıq. Günlərdən bizə qalan bax bu gecə yarı sözüdür. Bu adlanır midnight. Midnight. Midnight iki sözdən ibarətdir. Yəni burada özünüz görürsünüz. Mid və night sözündə mid orta deməkdir. Night bundan qabaqki dərslərimizdə demişdik, gecə deməkdir. Yəni gecənin ortası. Bizdə isə bu gecənin ortası deyə səslənmir. Gecə yarı səslənir. Sonra ikinci söz dawn. 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 Bu sübh çağıdır. Şəfəq vaxtı. Yəni gün ki artıq görünür, çıxır. Həmin vaxtı ki biz ona deyirik sübh çağı, şəfəq vaxtı. Bax ingilislər ona deyir dawn. Səslənir bax bu formada. Dawn. 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 Midnight. 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 Sonra gəlirik bu sözlərin cümlədə işlənməyinə. Morning sözü, afternoon sözü, evening sözü, night sözü, by sözü, day sözü. Morning bundan qabaqki dərsdə dedik, bu sabah deməkdir. Buna good sözü ilə alınanda olur good morning. Mənası sabahınız xeyir deməkdir. Good morning. Good morning. Good morning. Sonra gəlir afternoon sözü. Afternoon sözü yəni günortanız xeyirdir. Orada biz sizinlə danışanda yəni noon sözündən də danışmışdıq və afternoon sözündən danışmışdıq. Amma burada cümlədə afternoon işlənir. Yəni noon sözü, good noon sözü gedir. Olur good afternoon. Good afternoon. Good afternoon. Yəni mənası da belədir. Günortanız xeyir. Evening sözü bilirsiniz. Bu axşam deməkdir və belə oxunur. Good evening. Good evening. Good evening. Yəni axşamınız xeyir. Night sözü bilirsiniz. Yəni gecə deməkdir. Good night. Bu artıq gecəniz xeyir getmir. Bu gedir gecəniz xeyrə qalsın. Bir növ goodbye sözü ilə eynidir, ancaq gecəniz xeyrə qalsın. Yəni biraz polite, yəni çox mədənidir, rəsmidir. Yəni elə belə bir adamla danışanda ona deyə bilərsən goodbye. Amma əgər bu rəsmi insansa və onunla siz gecə sağollaşırsınızsa və o evinə gedirsə, onda ona siz deyə bilməz hələlik daha mədəni formada. Yəni hələlik deyə bilərsiniz, amma o biraz mədəni alınmaz. Ona görə burada good night. Gecəniz xeyrə qalsın. Good night. Good night. Və mən tələffüz etdikcə siz də çalışın ki, bu sözləri təkrar tələffüz edəsiniz ki, bunlar sizin yaddaşınızda qalsın. Əlbəttə, bu biraz çətindir sizin üçün. Siz əgər təzə başlayırsınızsa, bunların tələffüzü. Amma bundan sonraki dərslərdə biz əsasən başlayacaq danışmağa pronunciation-dan, yəni sözlərin tələffüz olunmağına, orada sözlər necə oxunur, necə yazılır, transkripsiyada necədir və ona uyğun siz yavaş-yavaş sözləri öyrənəcəksiniz. Sonra gəlir burada belə bir söz, goodbye. 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 Bunu da mən sizə çatdırdım. Sonra burada bir dənə söz var. Day sözü. Day sözünü bilirsiniz. Bu gün deməkdir. Good day. Bu günaydın deməkdir. Hərfi tərcümədə bu belə olur. Yaxşı gün. Amma Azərbaycan dilində biz onu yaxşı gün deyə müraciət eləmirik. Ona görə ən uyğun söz günaydın sözüdür. Günaydın.
Good day. Good day. Good day. Sonra burada artıq bizim günlərlə əlaqədar söhbətimiz bitir. Keçirik qısa cümlələrə. Hansı ki o cümlələr də bir növ salamlaşmaq kimi, bir-biri ilə ünsiyyət yaratmaq kimi, tanış olmaq kimi. Yəni ingilislər buna deyir greeting. Belə bir sözdür. Məsələn, how are you? Necəsiniz? Burada you sən mənasındadır. Yəni bu necə sən də deyə bilərsən, necəsiniz də gedə bilər. How necə deməkdir? Are to be fe'lindəndir. Olmaq kimi göstərir. You da ki sən deməkdir, siz deməkdir. Yəni belədir bu. Necə siz olursunuz. Hərfi tərcümə belədir. Amma bu Azərbaycan dilində biz danışanda deyə bilmərik. Necə siz olursunuz. Deyəcək ki necəsiniz? How are you? How are you? How are you? Əsas you'ya daha çox yükü salırsınız ki, danışanda məsələn onun daha səlis olması üçün burada you'nun üstünə daha çox yük düşür. Olur. How are you? How are you? Beləliklə bugünkü dərsimiz də belə bitir. Yəni hələlik ki biz primitiv dərslər keçirik və bu getdikcə inşallah qəlizləşəcək, çətinləşəcək və siz belə primitivləri daha yaxşı öyrənəndən sonra onun qrammatikasında, danışığında, pronunciationda siz daha rahat olacaqsınız. Çünki burada artıq bunları az qədər də olsa öyrənmişsiniz. Görüşənədək.